Bax, Nazım Hikmətin bir yaxşı sözü var. Mən onu çox sevirəm, Nazım Hikmət. Harada gəldi, ağzını açıb şeir deyən insanlar var ha. Xüsusilə də toylarda. Mən baxıram ki... Məqam oldu, olmadı deyir, puldadır. Yox, baxı, hamı yeməyində, içməyində heç kəs sənə qulaq asmır. Sən o şeiri niyə deyirsən? Nazım Hikmət deyir ki, şeir söyləmək, ana qarşısında diz çöküb, dua oxumaq kimi bir şeydir. Sən elə bilirsən, Alisa Friendly, Leonid Branivoy zad yaxşı söz deyir. Bizim də yaxşı söz deyənlərimiz var. Elə Musa Yaqubun burada mənim çox sevdiyim şeirindən bir bənd götürmüşəm. Hələ ki, vaxtımız var durulmağa, bir sabah mənimdir, bir sabah sənin. Çox sevirəm o şeiri. Yəqin ki, o şeiri eşitmişsiniz özünün. Sizcə durulmaq üçün vaxt var insanda? Durulmaq üçün əvvəlcə çirkə bulaşmaq lazımdır ki, sonra durulasın. Yəni, əlimi batırmayanda biz gəlib əlimizi yumuruq ki. Əlimizi batıranda gəlib əlimizi yumuruq da. Birincisi, əlbəttə ki, günahsız, xətasız yaşamaq mümkün deyil. Heç vaxt olmayacaq. Hətta qədim Çində davuslar deyirdilər də, onlarda kahinlər var idi. Onlar biz günah işlətməyək deyə gülşənişinliyə çəkilirdilər, dağlara gedirdilər. Hətta həşəratları tapdalamasınlar deyə ayaqlarına da belə əskidən bağlayırdılar ki, heç bir günah işlətməsinlər. Amma bax elə həmin o Çində, o dövrdə bir Konfutsi deyilən bir ağıl, zəka adamı peyda oldu. O dedi ki, dağlara çəkilib günah işlətməməyə nə var ki? Orada sən nə günah işlədəcəksən ki? Heç nə. Çöllük bir alvanlıq. Sən gəl insanların arasında yaşa. Sən gəl vəzifə tut və günah işlətmə. Bu daha çətindir.